Salam, biz Emara komandasıyıq. Komandamız 3 üzvdən və bir mentordan ibarətdir. Bizim məqsədimiz sualtı texnologiyalar sahəsində yenilikçi və effektiv bir layihə təqdim etməkdir. Bu il SAF 2025 yarışmasında DeepDive kateqoriyasında iştirak edirik və komandamızın məqsədi həm elmi tədqiqatlara, həm də praktik sahələrə töhfə verəcək bir layihə yaratmaqdır. Hazırladığımız sualtı dronun əsas məqsədi suyun altında obyektləri aşkar etmək, onları müşahidə etmək və çətin şəraitdə aparılan araşdırmaları daha asan və təhlükəsiz etməkdir. Bu dron həm elmi tədqiqatlarda, həm də xilasedici əməliyyatlarda istifadə oluna bilər. Dronumuzun əsas xüsusiyyətləri bunlardır: güclü manevr qabiliyyəti, suyun altına istənilən istiqamətə çevik hərəkət edə bilir və dar yerlərdə belə rahat manevr edə bilir. Yüksək sürət və stabillik əməliyyat zamanı həm təhlükəsizliyi, həm də effektivliyi təmin edir. 2 HD kamera həm ön, həm də yan görüntüdə yüksək keyfiyyətlə təqdim edir. Bu da müşahidə və araşdırmaları dəqiq edir. Hərlər 3D printer ilə hazırlanmışdır. Dronun hərəkətini və manevr qabiliyyətini optimallaşdırır. ECC-lər Pixar idarə etmə sistemi ilə sinxron işləyir. Dronun hərəkətini dəqiq və stabilliklə idarə edir. Enerji səmərəliliyi və dayanıqlığı təmin edən bateriya sistemi uzun müddət davamlı işləmə imkan verir və fövqəladə hallarda da etibarlıdır. Bu layihə ilə bizim məqsədimiz texnologiya sahəsində yeniliklərə töhfə vermək, sualtı tədqiqatları daha əlçatan və daha effektiv etməkdir. Biz inanırıq ki, belə layihələr gələcək sualtı texnologiyalarının formalaşdırılmasına böyük təsir göstərəcək. Diqqətiniz üçün təşəkkür edirik. Emara komandası gələcəyin sualtı texnologiyalarını bu gündən yaradır.